Bütün biskvit tortlarında istifadə olunan həmin o qüsursuz qaymaq necə hazırlanır, onu sizinlə paylaşmaq istəyirəm. Mağazalarda bu cür 1 litrlik, yarım litrlik sulu bu formada qaymaqlar satılır. Siz istənilən firmanın qaymağını ala bilərsiniz. Mən büdcəyə uyğun olaraq Dekaraf almışam. Yağlılığından asılı olaraq digər qaymaq qiymətləri də fərqlilik göstərə bilər. Qaymağı soyuducudan götürürəm. Yəni soyuducuda olmalıdır. Soyuducudan götürürük ki, soyuq şəkildə qaba əlavə edirəm. Tamamilə içərisini boşaldıram. İçərisini tamamilə boşaltdıqdan sonra mikser yardımı ilə qaymağımızı çalacağam. Hal-hazırda sulu olmağına baxmayın, ancaq çaldıqca qatılaşacaq. İlk olaraq qaymağımızı asta çalırıq, daha sonra yavaş-yavaş biz onu mikserin sürətini artıracağıq. Gördüyünüz şəkildə qaymağı ilk olaraq çalarkən belə köpükcüklər əmələ gəlir. Bunların olması şərtdir, çünki belə olanda artıq qaymağımız hazırlanmağa doğru gedir. 1 litr qaymaq qabla bərabər tamamilə açılır və çox gözəl krem halına gəlir. Getdikcə gördüyünüz şəkildə bizim qaymağımız kremləşməyə doğru gedir, qatılır. Əgər bu cür videolardan, bu cür reseptlərdən xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Təbii ki, daha yaxşı bilən xanımlarımız var, daha çox insan bilir. Bilməyən xanımlar üçün mən də paylaşmaq qərarına gəldim. Burada vacib məqamlardan biri odur ki, əgər tortunuzun üzərinə sıvamaq edəcəksinizsə, tortun üst hissəsini sıvayanda bu kremdən götürün və eyni zamanda dekor işləri, gül, bəzi dekor işlərini aparanda da qatılaşdırılmış süd tökməmişdən qabaq götürün kremdən mütləq şəkildə. O zaman daha səliqəli alınır. Qaymağın sıvamasının daha səliqəli alınması üçün təbii ki, əl səliqəsi çox önəmlidir. Ondan əlavə də mütləq şəkildə qaymağınız daha yaxşı olmalıdır. Qaymaq bu qatılıqda olması kifayətdir. Çünki biraz daha qatılsa, daha çox qatılacaq. O zaman da istifadəsi çətinləşəcək. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni reseptlərdən xəbərdar olmaq üçün izləmədə qalın. Hələlik.